Xəbərlərimiz kifayət qədər bol oldu Günel və artıq günümüzün maraqlı, önəmli süjetlərinə də keçid almağın vaxtıdır deyə düşünürük. Hörmətli tamaşaçılar, uzun fasilə və yaş məhdudiyyətləri iş axtaran qadınlar üçün ciddi çətinlik yarada bilər. Amma xüsusi proqramlar bu boşluğu da bir növ aradan qaldırmağa imkan verir. Zərif İş gücü layihəsi qadınların iqtisadi müstəqilliyini gücləndirməyi hədəfləyir. Layihə seçim, müsahibə və təlim mərhələlərini əhatə edir. Bəli, əslində isə sual başqadır. Problem həqiqətən bacarıqların köhnəlməsidir, yoxsa işə götürənlərin yanaşması anar. Çünki bəli, biz illərlə toplanmış, belə deyək də, təcrübəyə əsasən məsuliyyət hissi və həyat bacarıqları heç də qısa müddətli, belə deyək, fasilə ilə itmir. Amma buna baxmayaraq əmək bazarında yenidən başlamaq, bəzən sıfırdan başlamaq kimi təqdim olunur. Elə əməkdaşımız Aysil Əliyeva da belə bir sualla müraciət edib. Əmək bazarında yaş və fasilə bariyeri necə aşılır? Gəlin izləyək. İş elanlarında yaş məhdudiyyəti və ya uzun müddətli təcrübə tələbi adi bir hala çevrilib. Bu isə bir çox qadın üçün əlçatmaz səddən başqa bir şey deyil. Övlad böyütmək, ailə qayğıları və ya digər səbəblərdən əmək bazarından uzaq qalan xanımlar üçün yenidən iş həyatına qayıtmaq bəzən aylar, hətta illər çəkə bilər. Kişiyə diplom bəlkə də yararlı deyil. Yararlı deyil, yəni iş tapa bilər, fəhləlik eləyə bilər. Amma qadına mən həmişə deyirəm ki, qızlara mütləq oxumaq lazımdır, diplom lazımdır. Həyatda ən önəmli odur. Yəni bunun diplomu varsa, bir sənəti varsa, valla o iş tapacaq həmişə. Lab olmasın, gedib müəllimə işləməsin, həkim işləməsin. Axı nəsə bacaracaq da gedib işləyəcək də. Yəni aciz qalmayacaq ki. Götürmürlər. Gedirsən hansı bir işə, yazır ki 30 yaşından yuxarı işçi lazım deyil. Ancaq 30 yaşındadır. Nə bilməm, zamanə iləndir, nə iləndirsə götürmürlər. Bəs real vəziyyət necədir? İşə götürənləri çəkindirən nədir? Peşəkar bacarıqların köhnəlməsi, yoxsa adaptasiya qorxusu? Bəzən elanlarda müşahidə olunur, yaşla bağlı və yaxud da cinslə bağlı paylaşımlar. Amma hesab edirəm ki, bu doğru deyil. Çünki işə götürənlər dediyiniz kimi daha gənc yaşlara üstünlük verirlər aktivlik baxımdan və yaxud da qadınlarda üstünlük verilməməsinin səbəbi sosial baxımdan deyək ki, onların qayğıları ilə bağlı, övladları ilə bağlıdır. Amma bu doğru deyil. Əksinə, vurğuladığım kimi təcrübəli işçilərə qadın və yaxud kişi üstünlük verilməsi doğru olardı. İşə götürənlərin bu gözləntiləri ilə reallıq arasındakı boşluğu doldurmaq isə xüsusi proqramlar tələb edir. Müəyyən təcrübəsi olan şəxslərə, işçilərə üstünlük verməlidir. Bu baxımdan ki, onlardan təlimçi kimi şirkətlər öz daxili təlimçi bazalarını təkmilləşdirməklə həmən şəxslərdən daxili təlimçi kimi istifadə edə bilərlər, yararlana bilərlər. Məhz bu ehtiyacı qarşılamaq üçün Dövlət Məşğulluq Agentliyi yeni layihəyə start verib. Zərif iş gücü adlanan bu təşəbbüs qadınların iqtisadi müstəqilliyini hədəf götürüb. Layihə çərçivəsində iştirakçılar təkcə nəzəri biliklər deyil, eləcə də əmək bazarının tələbatına uyğun olaraq praktiki bacarıqlara da yiyələnəcəklər. Buna nəzərə alaraq təlim proqramımız iki istiqamətli nəzərdə tutulmuşdur. Karyera planlamasına yönəlmiş təlimlər və peşə hazırlığına fokuslanmış təlimlər. Qeydiyyat linki artıq aktivdir. Son qeydiyyat tarixi 15 apreldir. Qeydiyyatdan keçmək istəyənlər agentliyin rəsmi saytında elanlar bölməsində qeydiyyatdan keçə bilərlər. Layihə bir neçə mərhələdən ibarətdir. Seçim, müsahibə və təlim. Yekunda uğurlu olan qadınlar dayanıqlı məşğulluq imkanı əldə edəcəklər. Artıq yaş və ya fasilə bir maneə deyil. Yeni başlanğıc üçün fürsət ola bilər.